İçerisinden veriliş lazım değildir. Çok gidebilirsin. Veriliş bitti çok. Giybetimizi ettik, gidebilirsin. Buyur İlahi Hanım. Başladı. Ama sənə heç vaxt mən unutmayacağım sənin o hərəkətini. Hansı hərəkətimi? Yer söhbəti. Qurana Mənim də profilim burada Ekber. Mən sənə demək istəyirəm ki, yəni çox qəddar qadınsan sən. Mən orada oturmalıydım, amma problem yox. Gəlməyimə peşman oldum. Peşmanam biraz. Bəli, 50%. Amma həyat bumerangdır, yəni biləsən. Qaytaracaqsan. Mütləq. Yaxşı. Biz başladıq. Başladıq. Xoş gəlmisiniz. Xoş günümə gələ, çox gözəlsən, maşallah sən də belə yəni heç dəyişmirsən, nə içirsən, nə yeyirsən, bunu bilmirəm. Qəlbim təmizdir, ruhum təmizdir. Yəni hər kəs özünü tərifləyir, istəyirəm. Amma yenə də yəni gözəl görsənirsən, maşallah. Çox sağ ol, sənin kimi həmişə tərz öz yerində olan, həmişə tərzli, həmişə gözəl geyinən, həmişə səhnə mədəniyyəti ilə bir çoxlarından seçilən bizim Ekber. Təşəkkür edirəm, çox sağ ol, xoş sözlərə görə. Mən də çox sevindim ki, sənin ilk projeni yəni mənlə bölüşdün. Yəni mən sənə böyük uğurlar arzu edirəm. Əslində birinci dəfədir ki, yəni YouTube formatında verilişdəyəm. Nə yaxşı ki, sırf sənin verilişə mən qatıldım. Çox sağ ol, gəldin və indi biraz səni görəndə o qədər pozitiv oluram ki, üzümdə təbəssüm olur. Nə qədər istəyirəm özümü toplayım, biraz ciddi suallar verim. Alınmır. Çünki həm də bizim illərimiz var, bizim xatirələr var ki, yəni biz həmişə görüşəndə o xatirələri canlandırırıq və danışırıq və həqiqətən nə yaxşı ki, o xatirələr var. Çünki var insanlar illərlə dostluq edirlər, amma bir xatirə də yoxdur ki, danışsınlar, gülsünlər. Nə yaxşı ki, bizim yəni bu krukda bir neçə insanlar var ki, biz görüşəndə, yəni biz nəyisə paylaşa bilirik bir-birimizə. Bəli. Ekber, dostluq var. Yəni əsl dostluq. Əlbəttə biz dostluq, münasibətimiz var, xatirələrimiz, keçmişimiz, danışırıq, paylaşırıq. Yalnız mən istəyərdim ki, bizim münasibətimiz show business heç bir aidiyyatı yoxdur. Biz insani keyfiyyətlərimizə görə münasibətimiz var. Show businessdə dostluq var. Yox, show biznesdə dostluğu yoxdur. Yoxdur. Çünki mən artıq 95-ci ildən bu sənətdəyim və ruslar demişkən Ognevody medni truby proşol. Yəni hər mərhələdən keçən bir insanım. Mən bilirəm kim sənə qarşı necə hiss edir, yəni necə başa salım ki, yəni dostluq belə bir şeydir ki, sən ruhla sən yanında olmalıdır insan. Yəni pul, şöhrət, maşın ya da nəyəsə görə, yəni o dostluq sayılmır. Dost çətin günündə sənin yanında olmalıdır və sən onu hiss eləməlisən. Mənim artıq 47 yaşım var. Var, təbii ki, ətrafda nə qədər insanlar var, amma o əsl dostluq, yəni mən hələ ki hiss eləməmişəm. Bəzən insanın problemləri olanda ətrafında dost dediyi insanlar uzaqlaşır. Bəzən isə yaxşı gününü görüb qaçırlar səndən. Sanki paxıllıqlarını ört-basdır edə bilmirlər. Əslində, indi belə bir dövrdür ki, yəni sənin uğuruba sevinən insanlar çox azdır. Yəni sənin ətrafında olan dostlar da yəni sənin uğuruba sevinmirlər. Başa düşürsən, yəni budur bədbəxtçılıq ki, yəni hər mahnını mən görürəm də, indi mən paylaşıram Instagram səhifəmdə, mən görürəm kimlər izləyir, kimlər izləmir, kimlər izləyir. Və ümumiyyətcə önəm vermirlər o paylaşıma, başa düşürsünüz. Yəni var belə insanlar. Yenə də təəccüblənmirəm, dərd eləmirəm. Çünki dərəcəsində mənim yanımda belə bir kütlə var ki, yəni onlar mənə dəyər verirlər, mənim sənətimə dəyər verirlər. Amma o ortada olan o dostlar can deyirlər, amma ortada heç nə yoxdur. Yəni quru can kimə lazımdır bu? Yəni biz artıq belə bir insanıq ki, yəni biz artıq seçə bilirik. Əlbəttə, yəni yenə də mən özümə güvənən bir insanam. Yəni mən rahat bilirəm ki, mənə qarşı kim şəffaf yanaşır, kim belə dırnaq arası. Yəni intuisiyası güclüdür Ekber. Çox möhtəşəmdir. Ona görə çox rahatam, ilahi. Və bununla mən özüm üçün dərd eləmirəm ki, mən tək qalacağam. Mən həyat boyu tək qalmayacağam. Çünki mənə dəyər verən insan həmişə mənim yanımdadır. Tək qalmaq demişkən Ekber, ailə həyatı qurmaq haqqında düşünürsən?
bu qoca vaxtında. Qocasan Əkbər. Qoca deyəndə nə qədər biz yaşlı insan olsaq da, artıq 50-yə yaxınam. Yəni bu ərəfələrdə bir ailə qurmaq biraz mənim üçün biraz belə gülməlidir. Gülməli deyəndə yəni yaxın qonşularımız türklərə bax, onlar 40 yaş üzəri ailə həyatı qururlar. Əslində yəni normal şəkildə. Mən əslində 40 yaşında toyda yəni iştirak eləmişəm, aparmışam. Yəni özüm idarə eləmişəm. Yəni görmüşəm ki, bəyin 50 yaşı var, xanımın 42 yaşı var. Yəni onlara baxanda yəni elə bilirəm ki, yəni hər şey hələ vaxt var, yəni tələsmə. Amma yenə də bu bilirsən ilahi, bu alın yazısıdır. Yəni yenə də deyirəm ki, yəni mən bu barədə çox düşünmürəm. Bundan da vacib işlərə imza atmalıyam. Bundan da vacib işlər var ki, yəni mən onu həll eləməliyəm. Təbii ki, ailə gözəl bir şeydir. Yəni uşaq, övlad, yəni bu normal bir şeydir. Amma buna mən hazır deyiləm. Yəni nəsə hansısa bir maniyə var ki, yəni mən o maniəni mən pristupiddə, yəni aşa bilmirəm. Ona görə bəlkə də o insan da yoxdur həyatımda ki, mən öz başdan ayağa öz hissimi ona yönləndirim, etibar eləyim ki, sabah mən ondan zərbə almayım. Yəni bundan biraz qorxursan, özünü qoruyursan sanki. Qorxmuram sadəcə, istəmirəm. Yəni bundan da o qədər işlər var ki, onu düşünürəm, fikirləşirəm. Amma ailə olsa da bilmirəm, burada tutdu qatıq tutmada ayran söhbəti. Hər kəs də elədir. Yəni bilmirəm mən hansı insan mənim həyatıma gələcək ki, bilmirəm qan içən insan gələcək, mənim qanımı içəcək. Sonra mən ümumiyyətlə bu sənəti unudaram, tam başqa bir depressiya halında olaram. Yəni qorxuram belə şeylərdən. Ona görə fikirləşirəm ki, nə indi hal-hazırda mənim yanımda var, onunla da qidalanıram. Bəs Roza Zərgərli? Roza Zərgərli illərlə tanıdığım insandır, dostumdur, sənət yoldaşımdır. Gənclik vaxtımızda biz bir-birimizi çox sevirdik. Yəni bunu etiraf edirəm. İnsanlar artıq bilir ki, yəni mən Rozanı həqiqətən bir qadın kimi çox sevirdim. O da məni çox sevirdi. Qarşılıqlı olub sevgi. Çox qarşılıqlı olub. Bəzən biz istəyirdik evlənək, uşağımız olsun. Amma sadəcə belə bir alındı ki, biz sənət adamıyıq. Biz sənətə özümüzü qurban veririk. Həm Roza, həm mən. Bu yaşda bəlkə də biraz o da gülməli çıxardı ki, biz evlənsəydik, yəni bir ailə qurardıq. Bilirsiniz necə də insanlar yozurlar bizim münasibətimizi, başa düşürsə. Kiminsə fikirləri Əkbərə maraqlıdır ki, kim nə istəyir? Yox, əslində mən heç kimi... Yəni bu yaşdan sonra bizim haqqımızda kim nə düşünür? Mən özümü düşünürəm. Yox, mən özümü düşünürəm. Mən ümumiyyətcə ətrafda olan insanları düşünmürəm. Mən özümü düşünürəm. Bu mənim həyatımdır. Hər kəs öz həyatını düşünür. Ona görə yəni kim nə desə, kim nə başa düşsə, mənim heç belə umurumda da deyil. İstəsəydim, evlənərdim. Əlbəttə. Sadəcə istəmədim. Yəni mən istəmədim. Bəlkə Roza istəyirdi. Yəni Roza istəyirdi ki, bizim münasibətimiz bundan da ciddi olsun, övlad olsun. Amma mən də o öz şərtlərimi dedim ki, yəni okey, istəyirsənsə köçək Azərbaycandan, gedək Türkiyədə başlayaq sıfırdan. Orada gözəl bir ailə yaradaq. Sadəcə alınmadı. Amma yenə də gözəl münasibətimiz var. Biz dostuq, o mənim canımdır, ürəyimdir. Həqiqətən çox etibarlı bir dostdur. Ona görə nə yaxşı ki, o mənim həyatımda var. Ümumiyyətlə mənim indi sən danışdıqca yadıma bir şey düşdü. Bilmirəm, Roza Zərgərli ilə sənin sevgin hansı illərə təsadüf edir. 2000-ci illərin əvvəlində bir xanım var idi. O da səni məyus etmişdi. Yadındadır o? Var, niyə? Əlbəttə o yadımda. Adı Fatimə idi deyəsən. Yox, Fatimə deyil. Yox, Fatimə deyil. Deyildi? Yox. Var indi ondan ünsiyyəti? Yox. Ümumiyyətcə mənim şəxsi həyatımda indi boşluqdur. Çox boşluqdur və inan ki, mən öz sənətimə önəm verirəm. İndi hal-hazırda yeni mahnımı təqdim elədim. Bu arada yeni mahnını təbrik edirəm. Çox möhtəşəm bir mahnıdır və promotionu çox möhtəşəm gedir. Radiolarda, efirlərdə, yəni insanların o rəyləri eşidirəm. Yəni bununla qidalanıram. Mənim üçün yəni bu ailə önəmli deyil ilahi. Var insanlar manyaklaşmış insanlardır. Gündə hər gün evlənirlər, yəni zövq alırlar.
evlənirlər, boşanırlar, boşanırlar, evlənirlər, boşanırlar, evlənirlər. Adi hala çevirir. Hə, yəni manyaklaşmış bir insanlardır. Yəni məndə belə şey yoxdur. Təbii ki, bu hansı bir müəyyən vaxtımda evlənə bilərdim. O vaxt artıq bitdi və o barədə düşünmürəm. Məsələn, olur ki, deyirlər müəyyən yaşdan sonra insan tək qalmaq istəmir, tək qocalmaq istəmir, yanında kimsə olsun ki, yaxşı söz deyil bu. Olsun, kimsə mənə bir çay gətirsin, yemək versin. Mən bilmirəm o çayın içərisində nə var, başa düşürsən? Yəni o da. İnamsızlıq hardan da? Yox, mən fikirləşirəm ki, yəni əgər həyatda çox şey baş verir, başa düşürsə, yəni kimsə arvad nəyisə tökür, zəhərlədir, insanı öldürür. Yəni belə şeylərə çox zəhərlənməsi üçün gərək bir külli miqdarda sən varis qoyasan həmin insana. Ona görə bəlkə. Və sən hardan bilirsən, bəlkə varis var. Aha, bilirəm. Bilmirəm, daha doğrusu. Ona görə deyirəm ki, yəni hər şey ola bilər də. Daha doğrusu varisinə. Yəni miras məsələsinə görə bu problemlər. Yox, var insanlar. Bunu filmlərdə biz görürük. Yox, həyatda da belə şeylər var. Əlbəttə var. Bu həyatda hər şey var. Və ümumiyyətlə bu həyatda nə baş verirsə, mən olduğu kimi qəbul edirəm. Artıq belə bir zamanədə biz yaşayırıq ki, yəni sən özün də görürsən nə baş verir. Mən düzü həyatımda baş verən problemləri düşünürdüm yalnız mənə aiddir. Və sonra insanlarla danışdıqca, ünsiyyətim artdıqca sanki bir xaosdur. Hər kəsin bir problemi var və birinci boşanmaların sayı artıb. Çox. Bunu biz qəbul edək. Və yaxud da nəyinsə naminə ailə həyatı qururlar ki, mən ailə həyatı qurdum. Mütləq nəyisə naminə insanlar görsün ki, kimsə ailəlidir, status üçün. Nə qədər sənin həyat yoldaşın ideal olsa, nə qədər o səni sevsə, bir aydan sonra, 2 aydan sonra artıq bu məişət söhbətləri çıxır. Niyə bu yoxdur, niyə bu yoxdur, mən bunu istəyirəm, mən bunu əldə etmək istəyirəm. Yəni, başa düşürəm, yəni hamı varlı olmaq istəyir. Amma yəni münasibət də olmalıdır. Yəni biz yaxşı gündə, pis günündə insan bir-birini tamamlamalıdır. İndiki dövrdə, yenə deyirəm, İraq yaşlılardan, yəni var insanlar ki, yəni ümumiyyətlə belə şeylərə önəm vermirlər. Amma əksəriyyəti nəyisə görə ailə qurur. Yəni pula görə, maşına görə, evə görə, yəni nəyisə hansı bir statusa görə. Elə xanımları qınayırsan? Qınayıram, əlbəttə qınayıram. Əlbəttə hamı xoşbaxt olmaq istəyir. Yəni hamı o istəyir ki, yanında bir axırıncı iPhone olsun, 17, başa düşürəm. Amma mənim üçün xoşbəxtlik o deyil. Əlbəttə birinci odur ki, yəni insan insanı o siqnallar var, bir-birini tamamlamalıdır. Eyni frekansda olsun. Bəli. Sən əgər evə gəlirsənsə, sən xoş bir niyyətlə evə gəlməlisən. O ifritəyə görə, yəni deyirsən, mən niyə gəldim? Mən necə qələt elədim, mən evləndim, amma məcburam evə gəlməyə. Başa düşürsən? Yəni o həyatı mən görmək istəmirəm, ilahə. Mən də ideal insan deyiləm. Amma məndə o nöqsanlar yoxdur, başa düşürsən? Mən nəyisə görə münasibət qurmuram. Bəs xəyanətin səbəbi nədir ümumiyyətlə son zamanlar? Yəni əvvəl eşidirdi ki, bəylər xəyanət edir. İndi xanımların da xəyanəti... Yəni xəyanət belə bir şeydir ki, orada bəy qadın söhbəti yoxdur. Yəni həm xanım... Mental dəyərlərə görə Azərbaycanda az idi xəyanət. Biraz zəiflik var insanlarda. Yəni bu zəifçilik insanlarda var. Özünü idarə edə bilmir. Özünü idarə edə bilmir. Nəfsinə hakim ola bilmir. Hakim ola bilmir. Yəni çox mərhələlər var ki, yəni insan artıq relsdən çıxır. Ona görə istəmirəm həyatımda belə bir insan olsun. Yəni də bu sığortasızdır. Bəlkə hansı bir mələk bir vücudunda insan gələcək mənim həyatıma. Amma ola bilər ki, tərsinə. Ona görə yəni bu barədə qorxuram. Qorxuram ki, bu addımı eləyim ki, özümə zərbə eləməyim. Başa düşürsəm, o qısa zamanda, o qısa həyatımda istəyirəm özüm kimi yaşayım. Özün üçün rahat şəkildə yaşayasın. Bəli. Bəs Əkbər, səni niyə hamı çox istəyir? Yəni, burada verilişdə qonaq olduğun üçün demirəm. Elə insan yoxdur ki, Əkbərin adı çəkiləndə sənin haqqında negativ bir fikir söyləsin, pis bir fikirdə olsun. Yəni, heç kəsə paxıllıq etmirsən, heç kəsin arxasıcın danışmamısan. Yoxdur, o cəhət yəni, səni illərlə tanıyıram, dəyişməmsən, eyni xəttdə, eyni xarakterdə, eyni ruhda qalmısan. Yəni, deyirlər, ruh dəyişmir. Amma bəzi amillər olur ki, insanı dəyişməyi vadət edir. Yəni, problemlər hər kəsin həyatında olur, sənin həyatında olur. Əlbəttə, məndə də problemlər olur. Amma sən dəyişməmsən. Dəyişə də bilmirəm. Yəni, istəmirsən dəyişmək. Dünya görmüş bir insanam.
bu ailədən gələn bir şeydir ilahi. Yəni mən uşaqlıqdan da yəni hər şey görmüşəm, pulda görmüşəm, personalni maşında görmüşəm, məni aparırdı məktəbə, gətirirdi şəxsi maşını. Yəni belə bir durumda yaşayırdım ki, yəni mən ümumiyyətlə o paxıllıq, o kiməsə nəyəsə qarşı pislik eləmək, yəni o yoxdur, o tərbiyədən asılıdır. O tərbiyəni mən almışam və bu günə qədər o çərçivədən də çıxa bilmirəm, başa düşürsə. Yəni paxıl da olmaq istəyirəm, yəni Allah eləməz pis insan da olmaq istəyirəm, amma alınmır. Sadəcə mərdəmazarlıq yoxdur məndə, paxıllıq yoxdur məndə. Kimisə bostanında nəsə danışım, o da yoxdur məndə. Alınmır. Yəni bu sənətdə neçə illər, yəni sənətdəyəm, yəni artıq bu cəhətlər olmalıydı axı məndə, başa düşürsən. Yəni yoxdur o. Ona görə bəlkə də insanlar məni bəyənir, mənə etibar eləyir, heç kimə pislik eləmirəm, eləmək də istəmirəm. Sadəcə əgər hardasa mən görsəm ki, mənə qarşı hansı bir balaca bir pislik görürəmsə, o anda yavaş-yavaş aradan çıxıram və ümumiyyətlə o insanın iyi surağı da olmur. O da özü də başa düşmür ki, Əkbər niyə görə onun həyatında çıxdı. Əkbər səhnədə, sənətdə öz yerindədir. Bəli. Yerindədir. Bəli. Amma mən səni daha da zirvələrdə görmək istərdim. Mən də çox şey istəyirəm. Yox, yəni ciddi şəkildə Əkbər. Zirvədə hansı zirvənidir? Sən hansı zirvədən danışırsan? Sən zirvədəsən, belə deyim. Yetəri qədər populyarlığın var. Artıq mən neçə illər öz aktualımı qoyuram. Yəni bəzi adlar var ki, o adını sanki sən almalıydın, gecikir, ala bilmirsən. Nə almalıydım? Yəni misal üçün əməkdar artist. Əməkdar artist. Nəyə görə əməkdar artist deyirsən? Niyə görə əslində bu sualı mənə niyə görə mənə verirsən? Kimə ünvanlayaq bu sualı? Mən fikirləşirəm ki, bundan da yəni Mədəniyyət Nazirliyi yəni bunu düşünməlidir. Yəni mən bunu düşünməməliyəm. Bəzi sənətçilər var ki, üsyan edirlər, deyirlər, müraciət edirlər. Sən bildiyimə qədər yox, mən hər kəsin öz işi var. Təbii ki, bəzi insanlar mənim işimi görməlidirlər və dəyərləndirməlidirlər. Yenə də heç kimdən heç nə gözləmirəm. Qurban olaram Allaha, əsas mən sağlamam. Əsas mənim həyatımda mənim öz kütləm var. Əsas mən ayaqdayam, mahnılarımı yazdırıram, işlə əlaqədar başımı qatıram. Yəni hər şey normaldır. Amma bu dəyər mən fikirləşirəm ki, tam başqa insanlar dəyərlənməlidir. Dəyərləndirməlidir. Bəli. Ona görə yəni inşallah əgər nə vaxtsa o ad olsa, niyə də yox, mənim üçün çox şərəfli bir addır. Ona görə yəni gözləyirəm. Əkbər, olub ki, demisən, mən biraz tənbələm, bu tənbəlliyin heç tənbəl deyiləm. Deyilsən. Yox, əgər mən gündəmdə deyilimsə, o sən deyən o gündəm, indiki dövrün... O gündəm lazım deyil bəzən. Bu dövrün gündəmdən əgər danışırsansa, mən ümumiyyətlə o gündəmdə olmaq istəmirəm. Məncə də olmaq. Yox. Çünki bəzən müəyyən problemlərlə, kiməsə şər atmaqla, bostanına daş atmaqla, bəzi müğənnilər gündəmə gəlirlər. Mənasız bayaq mahnılarla. Sonra bir müddət keçir, hətta onlar peşman olur. Kaş ki bunu deməzdim. Övladım indi YouTube-dan məni izləyir və mən utanıram, utanc hissi keçirirəm. Bəs mən onu deyirəm ki, yəni hərdən insanlar elə bilirlər ki, mən yoxam, işlə məşğul deyiləm. Amma mənim çevrimdə olan o komandam, o 16-17 insanlar, onlar artıq bilirlər mən nə ilə məşğulam. Məni dinləyən insanlar, harada mən çıxış edirəm, düyün olsun, toy olsun, korporativ olsun, fərqi yoxdur. Paylaşımlar sanki az edirsən. Əslində mənim paylaşımlar çox gözəldir. Əgər hər kəs mənim Instagram səhifəmə daxil olsa, artıq biləcək ki, yəni mən işlə məşğulam. Yəni sən özün də bilirsən, bilmirəm sən izləyirsən məni yox. Təbii ki, mən izləyirəm, amma sən izləyirsən, onu da bilmirəm, ona da baxım gərək. Mən səni izləyirəm, əlbəttə izləyirəm. Amma sən məni izləmirsən. Elə şey olar, izləməyim. Heç nə demirəm, səni Allaha tapşırıram. Yox, Əkbər, izləyirəm səni. Mən də səni izləyirəm. Yox, mən də izləyirəm səni. Elə şey olar. Bayaqdan da dostluqdan danışırıq, illərlə dostluq eləyirik. Və mənim Instagram səhifəm dəyişdi. İndi Instagram səhifəmə daxil ola bilmirəm. Ona görə yeni səhifə açmışam. Bəlkə o səhifə ilə bağlı nəsə anlaşılmazlıq olur. Yox, əslində sən varsan mənim Instagramda, indi hal-hazırda İlahi Hüseynova daxil oluram və sən varsan mənim dostluğumda. Ona görə yəni mən səni izləyirəm. Sadəcə bu sualı əgər verirsənsə mənə, sən bilməlisən mən nə ilə məşğulam. Yox, mən hekayə bölümündən danışıram. Bəzən olur ki, müğənnilər hekayə bölümündə gün ərzində 20 hekayə paylaşır. Yəni story biz ona deyirik.
paylaşır və aktuallığını qorumaq üçün edirlər və müəyyən yerləri işarələyirlər, müəyyən tanınmış insanları işarələyirlər ki, hər zaman gündəmdə olsunlar. Sən sanki onun arxasıca getmirsən. Əslində mənim səhifəm özüm idarə edirəm, bəli. Və insanlar artıq mən direktdə yazanlar var və həqiqətən onlar üçün çox xoşdur ki, mən necə öz səhifəmi çox səviyyəli şəkildə. Yemək yoxdur, ancaq sənətə aid bir paylaşımlar var. Yəni bu dövrə uyğunlaşmaq, yəni amma mənə aid olan maraqlı paylaşımlar edirəm, verilişlər, verilişləri bəli görürəm. Mütləq, yəni hər şey. Hər gün demək olar ki, hansı verilişdə qonaqsan? Hər gün əslində hər gün məndə bugün mən heç paylaşmadım, amma bir neçə gün hər gün paylaşıram, harda çıxış edirəm çünki yeni mahnım. Yəni mənim deməyim odur ki, yəni bayaqlıq, gündəmdə tam olmaq üçün maraqlı deyil. Yəni Əkbər heç vaxt elə olmuyor və onu da qoruyub saxlayır. Yox, sən nədən danışırsan? Mən ümumiyyətlə əgər hansı bir verilişə çıxıramsa, mən ümumiyyətlə bilməliyəm hansı verilişə çıxmalıyım, hansı formatdır, hansı pavilyondur, harda oturacağım, özün bilirsən də. 2 gündür mənə ünvanladığın suallar, məkan, Təbii, inan ki, gündə, inan mənim sözümə ki, yəni gündə bir 7-8 dənə veriliş mənə zəng vurur. Yəni yeni mahnıya aid, yəni verilişə dəvət edirlər. Yox deyirəm. Sözləri kimindir mahnının? Camal Qurbanov. Bəs musiqi? Camal Qurbanov. Camal Qurbanov. Bəli. Möhtəşəm. Çox gözəl mahnıdır. Çox möhtəşəm mahnıdır. Və buradan bizi izləyən gözəl insanlara hər birinizi YouTube kanalımı dəvət edirəm. Çox istərdim ki, mahnı, yenə deyirəm ki, yəni pulla mən onu indi milyon eləyə bilərəm. Yəni problem yoxdur və hamıya car çəkəcəm ki, mənim mahnım artıq milyondur. Yəni hər şey pulla deyil, başa düşürsən. Ona görə istəyirəm ki, canlı insanlar mənim YouTube kanalıma daxil olsunlar və bu mahnıdan zövq alsınlar. Yəni səni sevənlər, sənin kütlən onsuz da bilir Əkbər kimdir. Yəni problemlər, qalman, heç vaxt gündəmə gəlməyib. Bu mənim üçün yetər. Görürəm ki, bu küftə bozbaş mahnıları necə onlar təqdim edirlər. Ay Əkbər, niyə belədir vəziyyət? Mən niyə görürəm? Yəni ilk dəfədir ki, belə adda eşidirəm. Lülə kebab mahnılardan bayağı bilirdim. Yox, bayağı deyil. O artıq lülə kebab iyi gəlir onlardan, başa düşürsən. Yəni koku lülə kebabın kokusudur, başa düşürsən. Ona görə çox bərbad günündəyik. Bəs niyə insanlar onu dinləyir? Asan qulağa yatdığı üçündür. Yəni insanlar manqurtdaşıb sanki. Yox, bəlkə də insanlara pozitiv anlar lazımdır. Bəlkə onlar o mahnılardan hansı bir pozitiv anları bilmirəm, mən başa düşürəm. Mən ümumiyyətlə burada Azərbaycanda, yəni sırf Azərbaycanda bu durum deyil. Ümumiyyətlə dünyada olan bir durumdur. Yəni bayaqlıq, yəni gic-gic hərəkətlər, gic-gic sözlər. Yəni budur insanlara maraq gəlir. Amma sənətdən indi sabah mən Teymur Gökçəyevi götürüm, yəni gözəl bir proyekt elim, təqdim edim, o maraqsız olar. Amma yenə deyirəm ki, yəni hər kəsin öz kütləsi var. Sənin öz kütlən bunu bəyənəcək. Mənə də yetər. Gənc nəsildən, misal üçün deyim, 20'li yaşlarda gənclər dinləyir səni, yoxsa 40 yaş üzəri? Yox, gənclər dinləmir, bəlkə də dinləyir. Mən soruşaq onda bizim versiyonumuzda. Dinləyirsiniz? Görmüşəm, amma dinləməmişəm. Görürsən. Niyə? Niyə? Çünki gənclərin zövqləri tam başqa. Əslində daha çox xaricdir. Görürsən, yəni bu biraz, yəni bu şəxsi bir məsələdir. Mən onu heç vaxt vadar eləmərəm ki, yəni get YouTube-a gir. Amma bugündən izləyəcək deyəndə qulaq asacaq. Mütləq insanlar Azərbaycanın musiqisinin keyfiyyətini duymalıdır. Çünki biz həqiqətən bunu edəndə belə bir insanlar ətrafımızda mövcuddur ki, yəni hamısı professionallardır. Yəni Ənvər Sadıqovun studiyasında bu mahnını mən yazdırmışam. Yəni aranjman möhtəşəm şəkildə təqdim olundu. Mən özüm yəni gözəl bir ifa elədim bu mahnını. Yəni çalışıram hər şey keyfiyyətli olsun. O mahnını sən hiss etdin. Düzdür, bütün mahnıları hiss edərək sən oxuyursan və bir zamanlar türk mahnılarını tərcümə edərək oxuyurdun. Sanki dayanıb.
Yox, əslində mən baxmayaraq ki, mən rus dilli insanam, amma türk mahnıları məndə çox gözəl alınır. Çox gözəl alınır və davamlıdır. Yəni mən dayanmıram. Son zamanlar hansı türk mahnısını ifa etmisən? Bana yalan söylədilər. Bana yalan. Gözəl bir mahnıdır. Oxuya bilərsən indi? Yox. Niyə Əkbər? Çünki mən bura oxumağa gəlməmişəm. Əkbər oxu. Yox, mən bura oxumağa gəlməmişəm. Çox gözəl mahnıdır və hər kəsi dəvət edirəm YouTube-a. Əkbər Əliyev Bana yalan söylədilər yazsınlar, qulaq assınlar. Nəyə görə o mahnı? Çünki yalanlar çoxdur, yalanlar çoxdur. Həqiqətən Bilirsən kimsə səni yalan deyir. Yəni göz yumursan, yoxsa mən bir rengen kimi artıq insanları çox, yəni tanıyıram, bilirəm kim yalan danışır, kim doğru danışır. Yaxşı mənada yola verirəm onları. Yəni küsmürəm. Sadəcə özümü uzaqlaşdırıram onlardan. Nə dava, nə intriqalar, nə heç nə eləmirəm. İnan ki, mən vaxtım da yoxdur. Yəni bunlarla sakit həyat istəyirsən çox sanki? huzur dolu bir həyatdan zövq alıram. Ona görə kimsə yalan danışanda mən artıq bilirəm. Özü də dostlarımdır, yəni neçə ildir dostlarımdır. Yəni bilirəm ki, yalan danışırlar. Amma yaxşı mənada onlara yola verirəm. Mən ümumiyyətlə insanlardan uzaq dururam son vaxtlar. Yəni bilirəm, yəni gözümün içinə baxıb bu insan yalan danışırsa, can dediyi bir insanın arxasıca danışırsa, demək mənim də haqqımda danışır. Mən özüm seçirəm kim mənə lazımdır həyat boyu. Özüm seçməliyəm kim mənim yanımda olmalıdır, kim mənlə dostluq eləməlidir, mən kimdən dostluq eləməliyəm. Yenə də bilirsən, tək olmaq da yaxşı şey deyil. Desəm, təsəvvür elə ki, hamından küstün. Nə olacaq? Bayquş kimi oturacaqsın evdə. Demək, hamı yalan danışır. Əslində kiçik yalanlardan yalanlar var, amma bu belə bir yalanlar olsun ki, sənin qəlbin sınmasın. Başa düşürsən? Yəni belə yalanları mən qəbul eləyərəm. Başa düşürsən? Amma olmayan şeyləri əgər insan danışırsa, mənə ümumiyyətlə xas olmayan sözlər varsa, mən təbii ki, mən özüm üçün bir çərçivə saxlayıram, mütləq. Mütləq. Mən özüm seçirəm kimlə dostluq eləmək lazımdır, kimlə yox. Sənət deyirlər qurban tələb edir. Əkbər qurban verib sənətdə. Əlbəttə. Nəyi və kimi? Özümü qurban verirəm. Sənət fədaisidir Əkbər. Bəli, özümü qurban verirəm. Ümumiyyətlə hər bir işi, əgər mən hansı bir işə imza atıramsa, orada qurbanlığı olmalıdır. Təbii ki, mən bu sənəti sevərək var qadınlar özünü qurban verirlər, gedirlər plastik əməliyyatlar edirlər, qurban verirlər ki, gözəl görsənsizlər. İndi mən plastik eləyə bilmirəm, çünki məndə hələ ki o problem yoxdur ki, mən plastik bir şey eləyim. Bəlkə də nə vaxtsa eləyərəm. Bir 70 yaşında, 68 yaşında nəsə eləyərəm. Deyərəm ki, mən səhnədə gözəl görsənmək istəyirəm, mən sənətə qurban verirəm. Amma bu müəyyən şeyləri, yəni bu sənətdə özümü qurban verirəm, evlənməmişəm, övladım yoxdur, çox şey həll eləməliyəm bu həyatda. Sənətə qurban verə-verə bunu həll eləyə bilmirəm. Başa düşürsən, yəni çox şeylər var, nöqsanlar var ki, mən onları həll eləməliyəm, amma ortada sənət var. Həyat missiyan onda sənətdir. Mütləq. Mən inan ki, bu koronavirus ərəfəsində çox böyük bir stres almışam. Çünki mənim əlimdən heç nə gəlmirdi. Yəni mən nə taksidə işləyə bilərdim, yəni hansısa bir işdə işləyə bilərdim. Yəni alınmırdı. Çünki orada hansısa bir mərhələlər olmalı idi ki, mən o addımı elə bilmirdim. Mən heç nədə oturdum 2 il. Allah'a yalvara deyirdim ki, sənə qurban olaram. Bu nə vəziyyətdir? Bu nə biabırçılıqdır? Əkbər danışdıq. Sən ümumiyyətlə belə deyim də, hamı səni bayaq qeyd etdiyim kimi çox istəyir. Amma Əkbər biz ürəklə, qəlbən, show biznesdə çox istədiyi insanlar var, Roza Zərgərlidən başqa. Onu başa düşdük. Yəni dost kimi. Dost kimi. Əslində var, niyə yoxdur? Yəni mən Röya ilə neçə illər dostluq edirəm. Bugünə qədər bizim münasibətimiz çox gözəldir. Yəni biz nəyəsə görə oturub durmuruq. Yəni biz nəyəsə, yəni mahnıya görə, bir duetə görə oturub durmuruq. Bizim münasibətimiz tam başqa bir münasibətdir. İnsan kimi bir-birinizi çox istəyirsiniz. Dostluq. Yəni belə. Yəni biz bəlkə də çox az hallarda sənət barəsində danışa bilərik. Başa düşürsən? Ona görə yəni bizim məişət problemlərindən danışırsınız. Problem də deyil. Yəni bu məişət şeylərdən danışa bilərik. Yəni ad gündə, yəni görüşürsüz tez. Yəni bizim gözəl münasibətimiz var. Yəni sırf nəyəsə görə biz
dostluq eləmirik. Biz təmənnasız dostluq. Yəni belə. Nə olsun indi bizim orta duetimiz yoxdur, amma o demək deyil ki. Olacaq ümumiyyətlə söhbət gedir. Bilmirəm, yəni o barədə mən düşünmürəm. Bəs Röyadan gərək soruşaq. Röyadan soruşa bilərsiniz. Amma mən indi hal-hazırda bu barədə düşünmürəm. Çünki qabaqda bir dənə də, yəni inşallah bir proyekt var. Yeni ildən sonra inşallah bir duetimiz olmalıdır. Hələ ki biz fikirləşirik, bir-iki xanım olmalıdır. İndi baxarıq, birini seçək. İnşallah ondan duet. Sirdir o xanımlar kimdir? Əslində qabaqcadan istəmirəm deyim, çünki onlar iki nəfərdir. İndi bilmirəm biz seçməliyik hansı, kimdən oxumalıyam. Seçimləri kimidir? Menecer? Özüm. Ümumiyyətlə, mən nə görürsünüz, mahnı, paylaşımlar, ümumiyyətlə, toy idarə etmə, yəni hər şey mənim üzərimdədir. Yəni, baxmayaraq ki, yəni, onlar çoxdular, mənim komandam bir 15-16 nəfər, amma yenə də mən özüm idarə edirəm. Etibar edirəm onlara, amma yenə də mənim imzam olmalıdır mütləq. Mən sual vermək istəyirdim, insanlara inamsızlıqdan irəli gəlir. Yox, inanıram. Sadəcə mən fikirləşirəm ki, özüm olsa, yəni tam rahat mən ola bilərəm. Yəni bu işdə. Ən çox o zaman özünə inanırsan, özünə güvənirsən. Əlbəttə, ancaq özümə inanıram. Əkbər, sənə qısa suallar verəcəm, tez şəkildə cavab verərsən. Ən çox sevdiyin adam? Ana. Yəni mən fikirləşirəm ki, ən şəffaf sevgi o ana sevgisi ola bilər. Yəni hər şey yalandır bu həyatda. Yəni əsl sevgi, yəni mən ona hər tərəfli, yəni qəbulam. Yəni məni təmənnasız sevgi. Yəni orada belə bir təmənnasız sevgi var ki, yəni mən izah da elə bilmirəm. Yəni həm dostumdur, həm canımdır, ürəyimdir, hər şeyimdir. Yəni o məni təbii ki var belə anlar ki, yəni mən çox şey ona demək istəyərdim. Amma biraz çəkinirəm, fikirləşirəm ki, yəni biraz hirslənər, təzyiq qalxar. Danlayar bəlkə də. Amma o mənim dostumdur. Əsl dostum odur. Yəni mənim həyatımda əsl dostum, əsl sevgilim, yəni mən həqiqətən onu, yəni Allahdan, yəni Allah ana, yəni eyni o sevgidir. Yəni, gözəl. Bəli. Hər zaman belə olsun. Mamaya da buradan salamlar deyirik. Çox sağ ol. Allah bütün analarımıza can sağlığı versin. Canı hər zaman sağ olun. Bəli, onların varlığı həqiqətən bizim üçün çox önəmlidir. İndi olur da, indi bizim yaşımız belədir ki, hərdən olur ortada hansı bir, yəni cüzi problemlər, kimisi yəni acılaya bilər. Yəni olur da həyatda. Amma yenə də əsl sevgi elə ana sevgisidir. Bəli, bəli. Mən əslində bu sualları qısa şəkildə vermək istəyirdim. Əkbər o qədər belə deyim, həm ürəyi doludur, həm də rahat şəkildə söhbət edir, açıqlamasını verir. Sənin verilişində həqiqətən çox rahatam və sənə böyük uğurlar arzu edirəm. Çünki səni mən ATV-dən tanıyıram. Yəni Şeker verilişindən həqiqətən o zamanlarda sənin verilişin çox reytingli bir veriliş idi. Sən tanınmış bir simasan və bu format, yəni YouTube formatı həqiqətən çox düzgün bir istiqamətdən sən tapdın. Mən fikirləşirəm ki, yəni böyük bir rəğbət qazanacaqsan inşallah. Çox sağ ol Əkbər. Sənin kimi dostlarım, yaxınlarım olan müddət ərzində mən də ümid edirəm ki, əlbəttə izləyici kütləsi də olduqdan sonra uğur qazanmaq olur. Biz çalışarıq ki, yəni biz dost olaraq çalışarıq ki, yəni bundan da çox insanlar bizi izləsin, bizə dəyər versin inşallah. Çox sağ ol. Sən də sağ ol. Mən qısa sualları biraz geniş şəkildə onda verim. Biraz sadə suallardır təbii ki. Məsəl üçün suallardan biri odur ki, Əkbərin ağız dadına görə milli yeməklərimizdən ən çox nəyi sevir? Mənə çox maraqlıdır. Əslində mən birinci növbədə mənim sevdiyim mətbəx elə Azərbaycan mətbəxidir. Sonra Gürcü gedir, sonra Rus. Rus yox, Ukrayna. Boş? Bəli. Blinçiklar belə şeylər xoşdur. Vaxtımız olsaydı gedib yerdik. Vaxtımız yoxdur da. Sabah yox, birinci gün olmalıyam. Aytəkinin verilişində Xəzərdə orada olmalıyam. Orada təqdim edəcəyim. Müsahilənin verilişində təqdim elədim. Afaqın onlarda təqdim elədim. Radiolarda təqdim edirəm. İctimaidə, 106.3-də, Arazda. Yəni bu proses mütləqdir və həqiqətən belə bir verilişləri deyirəm ki, yəni
mən bilirəm ki, orada çox kalitəlik var. Artıq sözü Yəni mənim üçün çox önəmlidir ki, yəni hansı verilişlərdə mənim mahnım səslənir və mən hardayam. Amma mən onu bilirəm ki, burada da istərdim izləyicilər bilsin. Sözün əsl mənasında Əkbər fədakar insandır. Mənim yadımdadır, 20'li yaşlarında ailəvi olan münasibət, ailə üzvlərinə, sən onlar üçün hər şey edirdin. İndi bilmirəm, burada bir adlarını əlbəttə söyləmək istəmirəm ki, kiminə söhbət gedir. Yəni, sən nə qazanırdınsa, ailə üzvlərin üçün onu edirdin. Söhbət anadan getmir təbii ki. Və bunu ürəkdən edirdin. Sanki bir borc idi. Sonra eşitdin, müəyyən problemlər yaşandı və sən zərbə aldın. Ondan sonra bu qohumlarla olan yəqin soyuqluq yarandı. Elə o gündən sonra artıq mən ümumiyyətlə o barədə düşünmək də istəmirəm. Çünki inan ki, o küçədə olan bəlkə də tanımadığım insana mən bir köməklik eləyərəm və öz təşəkkürlərini bildirəcəm mənə və təşəkkürlərini bildirəcəm və ondan böyük bir zövq alaram. Nəinki qohumlardan. Yəni. Ona görə yəni belə yaxşıdır. İnan ki, mən çox rahatım. Bu barədə ümumiyyətlə qohumlardan uzaq ola-ola mən özümü huzur kimi özümü hiss edirəm. Bəli. Yenə deyirəm ki, yəni onlar pis insanlar deyirlər. Amma belə yaxşıdır. Özləri üçün uzaqda. Hə, qoy uzaq olsun. Nə qədər uzaq, bir o qədər. Bəli, nə qədər sən qohumlardan uzaq olsan, o qədər sən huzur dolu bir həyat yaşayacaqsan. Əkbər niyə boya qoymur? Əslində bu formatda Əkbəri görmürəm mən. Mən fikirləşirəm ki, mənə yaraşmaz o mazut baş bir insan kimi gəzim ora-bura. Yəni mən fikirləşirəm ki, bu real görkəm mənə çox xoşdur. Yəni kişilərə xas deyil boya qoymaq. Yox, yenə də qınamıram. Bu kraska eləyəni də qınamıram. Yox, bu normal bir şeydir. Amma yəni özümü görmürəm. Mən fikirləşirəm ki, mən tam başqa bir insan şəklində göstərəcəm özümü. Mən fikirləşirəm ki, Allah mənə nə yetirdi, o belə edir. Yəni necə deyim sənə, necə var belə də olsun. Ətrafında olub sənət dostların deyib ki, misal üçün Röya, ya Roza, ay Əkbər, get saçını reylə. Yox. Deməyiblər. Yox. Onlar mənim belə qəbul edirlər. Gələk sorumuzdan soruşaq. Siz Əkbər Əliyevin saçının reylənməsi haqqında nə düşünürsünüz? Məncə qalmalı. Mənim də ağarır saçlar 31 yaşım var. Amma adda. Görürsünüz, yəni bu belə bir şeydir ki, yəni bir üzümünqadır. Yəni bu insana çox xarizmatik bir his yəni göstərir. Ona görə yəni mən fikirləşirəm ki, yəni ağ saçlar çox. Mən əslində qalsa səni görəndə, indi biz hər gün təbii ki görüşmürük səninlə, mütəmadi görüşürük. Fikirləşim Əkbər nə yaxşı saçlarını boyamır. Düzdür, bu sual belə siyasi baxımdan sənə verdim, görüm içindən gəlir saçını reyləmək yoxsa yox. Amma sənə çox yaraşır. Yəni özümü cavan göstərmək üçün o kraskanı mən vurum başıma və kimi aldadıram? Kimi aldadıram. Yəni bu əgər sənin saçların ağdırsa, o da belə də olmalıdır. Yəni yenə də edən qoy etsin. Yəni əstəğfurullah. Mən heç kimi qınamıram, bu normal bir şeydir. Amma fikirləşirəm ki, uca dağların yəni necə deyirlər? Zirvəsi ağ olur. Ağ olur. Yəni belə bir şey və məsələ var. Sən də məni çaşdırdın. Gözlənilməz yerdən bir sual gəldi. Əkbər, idarə etdiyin toylardan danışaq. İnsanlar olur müxtəlif, əlbəttə ki, dəvət edirlər səni toylara və müxtəlif xarakterdə adamlar olur. Onların hərəsi ilə yanaşmaq, hərəsinə öz dili ilə belə deyək, danışmaq və belə deyim, dava dalaşsız məclis də olmur. Yox, olmur. Yəni olmur. Olmur. Bunu mədəni şəkildə Əkbər bilirəm ki, yəni bu yola vermək sözü yaxşı səslənməyir, amma yaxşı mənada hər kəsi öz dili ilə danışıb, sakitləşdirib yola sala bilir. Əslində mənim yəni sənət adamı həm də biraz psixologiyadan anlayışı olmalıdır. O da var. Var. Yəni mən insanları həqiqətən yaxşı bir pozitiv anlara yönləndirirəm. Mənim repertuarımda olan mahnılar yəni insanlara çox xoş olur. Mənim musiqiçilərim Badükübə ansamblı artıq neçə illər, 10 il artıq biz gözəl məclisləri idarə edirik. Qoy olsun korporativ, qoy olsun toy, ad günü, nişan, fərq yoxdur. Yəni biz
belə bir şəkildə insanlara bu musiqini yönləndiririk ki, onlar ümumiyyətlə bizə heç nə demirlər. Və mənim bir dənə də məclisimdə, yəni hansısa bir nalayiq, hansısa bir problem ümumiyyətlə olmayıb. Biz həqiqətən çox möhtəşəm konsert şəklində, formatında toylarımızı idarə edirik, gözəl səhnələr göstəririk, gözəl mahnıları təqdim edirik. Yəni bu günə qədər, yəni o davadan, sən deyirsən, yəni hansı bir təhqir, yəni belə şey maşallah, maşallah, şükür Allaha olmamışdı və ola da bilməz. Çünki biz həqiqətən özümüzə dəyər veririk birincisi və qarşında olan insanlara dəyər veririk. Elə keyfiyyətli mahnıdan biz danışırıq burada. Çünki Əkbərin ifasında keyfiyyətsiz mahnı heç vaxt eşitməmişik. Yox. Əkbər, çox sağ ol gəldin. Sən var ol. Yəni sözün əsl mənasında səni burada gördüm, bir pozitiv yükləndim, Mən pozitivə gözəl yükləndim. qaldım səndən. Həqiqətən də sənin bir başqa enerjin var. Burada olduğun üçün demirəm təbii ki. Bilirsən nə qədər vampirlər var, o enerjini belə sonra qalıblar, başa düşürsən. Elə bilirlər ki, mən məhv eləyəcəklər məni bundan. Amma inan ki, bu enerji tükənmir. Bu tükənmir, həqiqətən tükənmir. Mən nə qədər yorğun olsam, nə qədər keyfim olmasa, yenə də o enerji mövcuddur və qurbanlaram Allaha, Allah mənə o enerjini, o gücü mənə yönləndirib. Hər zaman güclü ol. Sağ ol, sənə də arzu edirəm. Möhkəm ol. Həmişə zirvələrdə ol. Səndən mahnılarımı eşidək, biz də zövq alaq. Doğrudan sözün əsl mənasında sən yaxşı dostsan, yaxşı insansan. İnsani keyfiyyət də çox önəmlidir. Bu dövrdə əfsuslar olsun ki, gündüz deyilər şamla axtaranda yaxşı keyfiyyətli insan axtarmaq belə çətindir. Bəli, Allah bizi mərdəmazar insanlardan qorusun. Amin. Allah bizi həmişə sağlam eləsin, xoşbaxt eləsin. Bu qısa zamanda nə lazımdır bu həyatda? Yəni xoşbaxt, sağlam olmaq. Bəzi şeyləri biz özümüz həll edərik, problemsiz. Xoşbəxt olaq. Amin. İlahi amin. Ümidvaram ki, burada bizim söhbətimiz düz oldu. Düz söhbət əsasında hər şey getdi. Çünki yalansız, böyütmədən. Yəni çox səmimi bir münasibət alındı bizdə. Yəni çox gözəl. Həyatda necəyik, burada da elə oldu. Eyni. Yox, həyatda biz başqa cürük. Çox gülürük. Çox gülürük. Amma burada bir efir şəklində YouTube-da bizi izləyən tamaşaçılara görə biz özümüzü biraz yığışdırdıq və fikirləşirəm ki, çox səmimi bir münasibət alındı bizdə və belə də davam edin. Çünki belə bir format sizə çox yaraşır. Çox sağ ol. Sən də var ol.